Məişət zorakılığı bütövlükdə cəmiyyətimiz üçün çox ciddi təhlükədir. Məişət zorakılığının əsas qurbanı qadınlar və uşaqlardır. Təəssüf ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qadınlara və uşaqlara qarşı zorakılıq halları qeydə alınır. Məişət zorakılığının qarşısının alınmasında aidiyyatı dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti də fəal iştirak etməlidir. Ümumiyyətlə, məişət zorakılığı nədir? Məişət zorakılığına məruz qalan şəxslər hara müraciət etməlidir? Bu və digər suallarımıza cavab almaq üçün sakinlər arasında sorğu keçirdik. Amma bu zorakılığın müxtəlif növləri var. Fiziki zorakılıq, emosional zorakılıq, iqtisadi zorakılıq, cinsi zorakılıq. Biz həmişə ümumiyyətlə zorakılıq deyəndə fiziki zorakılıq ağlımıza gətirir. Yəni döymək, söymək. Amma mən deyərdim ki, emosional, psixoloji zorakılıq daha da çətindir. Çünki həmişə atalar deyiblər, qılınc yarası tez sağalar, amma söz yarası gec sağalar. Məişət zorakılığı baş vermiş ailələrdə bu ən çox münaqişələr, ailə daxili münaqişələr deməkdir. Bu zorakılıq baş verən ailələrdə nə cür ailə ola bilər ki, və yaxud da necə uşaq tərbiyə etmək olar ki, zorakılığa məruz qalmış qadın hansı uşağın tərbiyəsindən danışmaq olar? Mən deyərdim ki, bu zorakılıq olmaması üçün insanların düşüncə tərzini dəyişmək lazımdır. Onların baxışlarını, baxış bucağını dəyişmək lazımdır. Məişət zorakılığına məruz qalan insan birincisi mən ona deyərdim ki, öz hüquq və hüquqlarını, imkanlarını bilməlidir. Nədən onlar zorakılığa qəbul olurlar? Çünki susurlar. Bunu heç ki yerə demirlər. İcra hakimiyyətlərində bildiyim qədər belə bir qurumlar var. Sonra qeyri-hökumət təşkilatları var ki, onlar da pulsuz yardım göstərirlər. Sığınacaqlar var ki, o zorakılığa məruz olmuş qadınlar, məsələn, o sığınacaqlara da müraciət edə bilərlər. Onlara həm maddi cəhətdən, həm psixoloji cəhətdən, həm hüquqi cəhətdən dəstək olurlar. Məişət zorakılığı deyərdim ki, bəzən ailələrdə baş verəndə bu qapalı olaraq ailə içərisində də qalır. Amma yəni ki, bu ailə daxilində olan zorakılığın yəni biruzə verilməsi çox zaman olmur. Ancaq onun qarşısını almaq üçün deyərdim ki, biz məsələn təbliğatlardan, məsələn bədii ədəbiyyat olsun, burada radio, televiziya verilişləri olsun, eyni zamanda başqa mətbuat orqanlarında nə qədər bu barədə məlumatlılıq olsa, bəlkə də məişət zorakılığının qarşısının alınması üçün bir asanlıq şərait yaranmış olar. Zorakılığa məruz qalan şəxslər öz hüquqları var. Onlar bu zorakılıq niyə, hansı səbəbdən törədilirsə onu araşdırmalıdırlar. Müəyyən qurumlardan öz təhlükəsizliyi üçün, özlərini müdafiə etmək üçün kömək istəməlidirlər. Dövlət orqanlarında da bu qurumlar fəaliyyət göstərir, qaynar xəttlər var. Yerli bələdiyyə və icra orqanları bu işə baxır. Sonra sosial medialar var ki, burada səsimizi çatdıra bilərik və yaxud hansı bir görüntülərimizi verə bilərik, əgər müvafiq orqanlara əlimiz çatmırsa. Məişət zorakılığı, yəni qohumluq münasibətlərindən birgə və ya əvvələ birgə yaşamış tərzdən dolayı, yəni bir-birlərinə qarşı yönədilmiş qəsdən, yəni bir-birlərinə qarşı sui-istifadə etməklə fiziki və mənəvi təzyiqlərin göstərilməsidir. Məişət zorakılığına bağlı insanlar bu halla rastlaşarsa, bildiyimiz qədər icra hakimiyyətində belə bir şöbə yaradılıb, yəni sırf məişət zorakılığına bağlı şəxslərə öz köməkliklərini göstərirlər, yəni icra hakimiyyəti orqanlarına və bələdiyyələrə müraciət edə bilərlər. Bugün Sumqayıt şəhərində də məişət zorakılığının qarşısının alınması istiqamətində mühüm addımlar atılır. Sumqayıt şəhər İcra Hakimiyyəti digər aidiyyatı qurumlarla birgə fəaliyyətini uğurla davam etdirir. Müxtəlif yerlərdə maarifləndirici tədbirlər təşkil olunur. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.